Özbekistanın Səmərqənd şəhərində türk dilli dövlətlərin gənc energetikləri arasında peşə ustalığı yarışları keçirilib. Azərbaycanı Azərişıq Açıq Səhmdar Cəmiyyətinin komandası təmsil edib və yarışda Grand Prix mükafatını qazanıb. Xatırladaq ki, bu yarış ilk dəfə ötən il Azərişığın təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin 100 illiyi münasibəti ilə Hadrutda keçirilib. Səmərqənddə baş tutan bu iki yarışda Azərbaycanla yanaşı Özbəkistan, Tataristan, Qırğızistan, Türkiyə və Qazaxıstanın energetikləri iştirak ediblər. 3 gün davam edən yarışda Azərişıq komandası yüksək peşəkarlıq, texniki bilik və çeviklik nümayiş etdirərək bütün mərhələləri ən yaxşı nəticə ilə başa vurub və 620 balla birinci olub. Növbəti peşə ustalığı yarışları 2026-cı ilin mayında Türkiyədə keçiriləcək.